Düzdür, Əliyevin Azərbaycan türk dilindən müdafiə eləməsi və Azərbaycan dilinə xarici kəlmələrin daxil olmasının qabağını alması söhbəti çox əhəmiyyətlidir hər ləhazdan baxanda. Eyni zamanda UNESCO'nun 43-cü iclasında Səmərqənd şəhərində Özbəkistanda 15 dekabri dünyada Türk Dillər Ailəsinin beynəlxalq günü elan olunması bizim üçün çox ümid yaradır. Cənubi Azərbaycanda Azərbaycanlılar hiss eləyirlər ki, Azərbaycan türküsü, Azərbaycan dili sahibi vardı, aradan gedə bilməz və onu qoruyanı var. Həm Şimali Azərbaycanda, həm dünya sahəsində. Nəhayətdə bu ümid yaranır ki, Cənubda da günbəgün Azərbaycan dilindən, Türk dilindən Azərbaycanda müdafiə eləmək qabağa getsin və hər halda bizim dilimizin asimilə olmasına mane olsun. 20 il bundan qabaq Fransada bir böyük dilçi alim vardı, adı Claude Hacac'dı. Neçə də kitab yazıbdı dil haqqında. O geçmişdə Fransanın UNESCO'da nümayəndəsi olub bir uzun müddət. Mən bir artikl yazmışdım. Orada nayrançılığımı göstərmişdim ki, bu vəziyyətdə ki, İranda hökumət qoymur Azərbaycan türkçəsi inkişaf tapsın. Ola bilər ki, bir müddətdən sonra bizim dilimiz asimilə olsun və aradan geçsin. O artiklin üstündə Claude Hacac'la mənim bir xüsusi görüşüm də var idi. O mənə dedi ki, sizin diliniz aradan getməyəcəkdir, gedə bilməz. Onun ötürü ki, indi Azərbaycan türkçəsindən müdafiə üçün qüdrətli bir dövlət var Arazın şimalında. O sizin dilinizdir. İranda hakimiyyət nə qədər də çalışsa ki, türk dilini aradan aparsın, Azərbaycan Cumhuriyyətində bu dil inkişaf tapır, akademik təhqiqat onun üstündə gedir, fəaliyyətlər vardır. Hər halda nayrançılığı yoxdur. Amma bu mənaya deyil ki, çünki orada bu akademik fəaliyyət olur bu dilin inkişafının haqqında. Siz Cənubda öz dilinizdən müdafiə eləməkdə addım atmayasınız. Siz də təbiidir ki, öz hüququnuzdan, öz dilinizdən müdafiə eləmək üçün hər gün gərək səhnədə olasınız. Bu əsasda ki, dil ancaq təkcə bir danışmaq üçün bir vəsilə deyil. Bəlkə dil əsasda böyük qüdrət vəsiləsidir. Hangi millətin dili olmasa, onun qüdrəti də ola bilməz. İranda tarix boyu həmişə din davası var idi. Neçə min il tarix keçirir, həmişə biz şahidik ki, din davası var idi. Amma dil davası o gündən İranda yaranıbdır ki, Pəhləvi hökuməti 1925-də Farsları qüdrətə yetirdi və türk dilinin danışmağın, yazmasın, oxumasın, məktəbdə olmasın qabağını aldı. Nəhayətdə o çalışdı ki, türk dili bir gündəlikdə danışıq dilinə çevrilsin. Onun özü üçün kitabı olmasın, özünün üçün elmi bir
yaraşığı olmasın. Nəhayətdə 100 ildir bu məsələ indi bizi təzyiqat altında saxlayıbdı. Vəli hər halda Azərbaycanlılar öz dilindən müdafiə eləməyə sakit oturmayıblar.